Salam hörmətli müəllimlər. Bu gün sizə arif tərəfindən təqdim olunan sertifikasiya sınaq imtahanının suallarının izahını təqdim edəcəm. Keçək suallarımızın izahına. Keçək suallarımızın izahına hörmətli müəllimlər. Birinci sualımıza baxaq. Verilənlərdən hansı düzgün rejimin əsas göstəricilərindən biridir? Bir cavabları nəzərə yetirək. Yatmazdan əvvəl bol qida qəbul etmək, yalnız istirahətə üstünlük vermək, gec yatmaq və gec oyanmaq, daim eyni vaxtda yatıb eyni vaxtda oyanmaq, dərsdən əvvəl və sonra yatmaq. Burada variantları nəzərə yetirirsə, ən ideal cavab burada daim eyni vaxtda yatıb oyanmaqdır ki, bu da düzgün rejimin əsas göstəricilərindən biridir. Keçən növbəti sualımıza nəzərə yetirək. Əgər hərəkətlərin icrasının diqqət mərkəzində oynaqların mütərəkkiliyinin inkişaf etdirilməsi durursa, söhbət hansı hərəkət qabiliyyətdən gələcək? Oynaqların mütərəkkiliyi varsa burada, təbii ki, burada əyirgənlik qabiliyyətindən söhbət gedəcək ki, burada cavabımız B variantı əyirgənlik qabiliyyəti. Oynaqların mütərəkkiliyi düzdür. Başqa hərəkət qabiliyyətlərimizdə də var olmaqla. Prosta burada diqqət mərkəzində oynaqların mütərəkkiliyi durursa, söhbət təbii ki, əyirgənlik qabiliyyətindən gedəcək. Keçən növbəti sualımıza nəzərə yetirək. Üçüncü sualımıza. Voleybolda blok zamanı oyunçu tora toxunur, lakin top oyunda qalır. Qərar aşağıdakılardan hansı olacaq? Ümumiyyətlə, voleybolda tora toxunmaq qaydası qayda pozuntusudur. Top oyunda olarkən tora toxunmaq qayda pozuntusu sayılır. Burada cavabımız olacaq. Səhv qeydə alınır və xal rəqibə verilir. Yəni, tora toxunmaq nə vaxt olar voleybolda? Ölü top zamanı. Yəni, top oyunda olmayanda tora toxunmaq olar. Bir də ki, antenaların kənar hissəsində oyunun gedişatına mane olmamaq şərtindən tora toxunmaq olar. Yəni, qalan digər hallarda tora toxunmaq qayda pozuntusu sayılacaq. Keçən növbəti dördüncü sualımıza nəzərə yetirir hörmətli müəllimlər. Müəllim şagirdlərin 90 dərəcə sağ istiqamətə dönməsini istəyirsə, hansı komandanı verməlidir? Sağa dönməsini istəyirsə, təbii ki, müəllim sağa dön komandası verəcək. 90 dərəcə buza altına dönmək bizdə sağa və sola dönmələr ki, müəllim şahidlərin sağa dönməsini istəyirsə, 90 dərəcə sağ istiqamətə dönməsini istəyirsə, təbii ki, sağa dön komandası verəcək. Keçən növbəti 5-ci sualımıza nəzərə yetirir hörmətli müəllimlər. Sürət qabiliyyətinin inkişaf etdirilməsində əsas məqsədlərdən biri hansıdır? Yəni, sürət qabiliyyətinin inkişaf edilməsi əsas məqsədlərdən biri hansıdır? Bildiyimiz kimi sürət qabiliyyətini qısa məsafələri qaçışlar inkişaf etdirir. Variantlara bir nəzər yetirək. Əzələlərin uzun müddət gərgin vəziyyətdə saxlanılması. Bu sürət qabiliyyətimizin inkişaf etdirən məqsədlərdən biri olmayacaq. Sürət güc hərəkətlərinin sayının davamlı artırılması. Burada sürət gücdən söhbət getmir. Orta və uzaq məsafələrlə sürətli qaçışların təşkil edilməsi. Orta uzaq məsafələrdə qaçışların təşkil edilməsi, bu da daha çox bizdə deməli dözümlülük qabiliyyətini inkişaf etdirəcək. Qısa məsafələrlə, fasilələrlə ziqzaq qaçışların təşkil edilməsi. Yəni fasilə, ziqzaq qaçışların təşkil edilməsi, bu da cavab olmayacaq bizdə. Cavab burada Y variantıdır ki, qısa məsafələrlə, fasilələrlə sürətli qaçışların təşkil edilməsi bu sürət qabiliyyətimizin inkişaf etdirilməsinin əsas məqsədlərdən biri olacaq. Keçən növbəti sualımız hörmətli müəllimlər. Dərs zamanı hər hansısa bir şagird huşunu itirərsə, müəllim ilk olaraq nəyə yoxlamalıdır? Variantlara bir nəzər yetirək. Dərinin rəngini, bədən temperaturunu, tənəffüs və nəbzini, qan təzyiqini və göz bəbəklərini. Burada şagird huşunu itiribsə, müəllim ilk olaraq şagirdin tənəffüs və nəbzini yoxlamalıdır. Keçən növbəti sualımıza, 7-ci sualımıza nəzər yetirək. Fiziki tərbiyə dərsində təyinatına görə ən sonda istifadə edilən hərəkət hansıdır? Yəni, fiziki tərbiyə dərslərində ən sonda istifadə olunan hərəkətlər hansı olacaq? Təbii ki, burada bərpedici hərəkətlər ki, sıra hərəkətlərdir, hazırlayıcı ümumkar hərəkətlərdir, əsas hərəkətlər öndə istifadə olunur, öncədən istifadə olunur. Sonda istifadə olunan hərəkət təbii ki, bərpedici hərəkətlər olacaq. Keçək 8-ci sualımıza nəzər yetirir hörmətli müəllimlər. Şairlərdə aşağı ətrafların əzlə qüvvəsini artırmaq üçün hansı hərəkəti daha məqsədə uyğun hesab edirsiniz?
Yəni şagirdlərdə aşağı ətrafların əzələ qüvvəsini artırmaq üçün hansı hərəkəti daha məqsədə uyğun hesab edirik? Müvazinət hərəkətləri daha çox sevkilik qabiliyyətinə əlaqəlidir. Sonra kəndirə dırmanma deməli qüvvə qabiliyyətini inkişaf etdirir. Sadəcə aşağı ətraf deyil, yuxarı ətraf əzələ qüvvəsini inkişaf etdirəcək. Gövdənin bükülü basılması aşağı ətraf deyil, ön əzələ qüvvəsini inkişaf etdirəcək. Turnikdə dartınma hərəkəti də bizdə qüvvə qabiliyyətində aşağı ətraf deyil, yuxarı ətraf əzələ qüvvəsini inkişaf etdirəcək ki, burada cavabımız oturub durma hərəkətləri təbii ki, aşağı ətraf əzələ qüvvəsini inkişaf etdirəcək. Keçən növbəti sualımıza nəzər yetirək, 9-cu sualımıza nəzər yetirək hörmətli müəllimlər. Fiziki tərbiyə dərsinin keçirilməsi zamanı müəllim hansı halda dərs planını operativ dəyişə bilər? Yəni fiziki tərbiyə dərsinin keçirilməsi zamanı müəllim nə vaxt dərs planına bir növ dəyişiklik edə bilər? Planı bəyənmədikdə bu cavabımız ola bilməz. Nümunəvi dərsdə təbii ki, bu da cavabımız ola bilməz. Valideynlər istədikdə bu da cavabımız ola bilməz. Şagirdlərin istəyinə görə bu da cavabımız ola bilməz. Təbii ki, şəraitə uyğun, şərait dəyişdikdə fərz edək ki, dərsimiz açıq havadadır. Açıq havada da külək, yağış və s. şərait imkan vermədiyinə görə biz dərs planımıza dəyişiklik edib zalda və yaxud da sinifdə dərsimizi təşkil edə bilərik. Keçən növbəti sualımıza, 10-cu sualımıza nəzər yetirək. Basketbolda yan xəttdən topu oyuna daxil edən oyunçu meydana girərək ötürmə edir. Oyun necə davam etdirilməlidir? Yəni basketbolda topu yan xəttdən oyuna daxil edən zaman oyunçu meydana girərək ötürmə edir. Oyun necə davam etdirilməlidir? Bir variantları nəzər yetirək. Oyuna davam etdirmək lazımdır. Bu cavabımız ola bilməz. Burada bir qayda pozuntusu var. Xəbərdarlıq edilərək ötürmə təşkil edilməlidir. Bu da cavabımız deyil. Rəqibin xeyrinə 2 zərbə atışı verilməlidir. Xeyr, topu oyuna səhv daxil edəndə rəqibin xeyrinə zərbə atışı falan verilmir. Mübahisəli topla oyun davam etdirilməlidir. Bu da cavabımız olmayacaq. Qayda pozuntusu qeydə alınacaq və top rəqib komandaya veriləcək. Yəni oyunçu topu yan xəttdən oyuna daxil edən zaman topu meydança daxil olaraq yan xəttdən daxil edirsə, təbii ki, burada qayda pozuntusu qeydə alınır və top rəqib komandaya verilir. Keçən növbəti 11-ci sualımıza nəzər yetirək. Hansı idman növü qədim Olimpiya oyunları proqramında yox idi? Qədim Olimpiya oyunlarından da sual verilib bizə. Hansı idman növü qədim Olimpiya oyunları proqramında yox idi? Pankration var idi, hoplitlərin qaçışı var idi, at yarışları var idi, güləş var idi və heptatlon, qadınların 7 növ sürü ki, təbii ki, heptatlon ümumiyyətcə qədim Olimpiya oyunlarına qadınların iştirakı belə qadağan idi. Qadınlar sadəcə atları, arabaları yarışlarda iştirak edə bilərdi. Heptatlon deməli qədim Olimpiya oyunları proqramına daxil deyil. Keçən növbəti sualımıza nəzər yetirək. Dözümlü inkişafı nəticəsində daha çox güclənən sistemləri müəyyən edin. Dözümlülük qabiliyyətimiz bilirik ki, birbaşa ürək, damar və tənəffüs sisteminə birbaşa əlaqəlidir ki, dözümlülük qabiliyyətinin inkişaf etdirilməsində də daha çox güclənən təbii ki, ürək, damar və tənəffüs sistemi olacaq ki, burada da cavabımız ürək, damar, tənəffüs sistemi 1 və 4-cü cavab olacaq bu sualımızda. Keçsin növbəti 13-cü sualımıza nəzər yetirək hörmətli müəllimlər. Üzr istəyirəm, 13-cü sual tapaq. Ümumtəhsil məktəblərində hansı tədris vaadi üzrə kiçik summativ qiymətləndirmədə daha çox hərəkətlər tətbiq edilir? Yəni, məktəblərdə biz kiçik summativ qiymətləndirmə üzrə hansı deməli, tədris vaadi üzrə daha çox hərəkətlərdən istifadə edirik? Yəni, burada biraz məntiq lazımdır, işlətmək lazımdır ki, qüvvə qabiliyyətidir buradakı. Qüvvə qabiliyyətinin normativləri daha çoxdur. Daha çoxdur. Misal üçün, nümunələri gətirək. Oğlanlar hündür tunikdən dartınma, qızlar alçaq tunikdən dartınma,
Oğlanlar uzanaraq dəyərdən qolların bükülüb açılması, qızlar əllər gimnastika istiqamətində qolların bükülüb açılması, tək qızla oturub durmadır, gövdənin bükülüb açılmasıdır, kəndirə dırmanmadır və sair normativlərindən istifadə olunur ki, qüvvə qabiliyyətimizin daha çox bir növ qiymətləndirilməsindən, daha çox hərəkətlərdən istifadə olunur. Keçsin növbəti sualımıza nəzər yetirək. 14-cü sualımıza nəzər yetirək. Futbolda qapıçı öz cərimə meydanında topu oyuna əllə buraxdıqdan sonra topun başqa bir oyuncuya toxunmasına qədər yenidən əli ilə götürür. Yəni futbolda qapıçı topu əli ilə oyuna buraxır, təkrar başqa heç kim toxunmamış topu təkrar əlinə götürür. Hakim oyunu saxlayaraq rəqibin xeyrinə nöqtələrin yerinə zərbə təqdim edir. Nöqtələrin yeri nə olacaq? Deməli, burada zərbə. Cərimə zərbəsi deyil, qapıdan zərbə deyil, küncdən zərbə deyil, 11 metrlik zərbə deyil. Təbii ki, qapıçı topu əlindən buraxır, təkrar əlinə götürürsə, rəqibin xeyrinə zərbə təyin olunacaq. Keçsin növbəti 15-ci sualımıza nəzər yetirək. Sevincli hərəkət qabiliyyətinin inkişafı zamanı tapşırıqları seçərkən hansı xüsusiyyət əsas götürülməlidir? Sevincli qabiliyyətimizin inkişafı üçün tapşırıqları seçərkən hansı xüsusiyyət əsas götürülməlidir? Uzaq məsafəyə qaçışların sayının artırılması, dözümlülük qabiliyyətimizə daha çox uyğun gəlir. Daha çox tullanma və sıçrayış hərəkətlərinin icra edilməsi, bu daha çox sürət güc qabiliyyətimizə uyğun gəlir. Əzələlərin uzun müddətli gərgin vəziyyətdə saxlanılması, bu daha çox qüvvə qabiliyyətinə, qüvvə dözümlülüyə uyğun gəlir. Oynaqların mütərəkkiliyi və əzələ bağ aparatının elastikliyinin artırılması, bu daha çox hərəkənlik qabiliyyətimizə uyğun gəlir ki, burada cavab hərəkət istiqamətinin tez-tez dəyişdirilməsi, zevkçilik qabiliyyətinin inkişaf etdirilməsi üçün əsas xüsusiyyət bu hərəkət götürülə bilər. Keçsin növbəti sualımıza, 16-cı sualımıza. Atletikada estafet yarışında estafet ağacı harda ötürülməlidir? Bir variantlarımıza baxaq. Stadionda, start xəttində, finiş xəttində, istənilən yerdə və ötürmə dəhlizində. Cavab ötürmə dəhlizidir ki, estafet qaçışlarında estafetin ötürülməsi var ki, estafetin ötürülməsi mütləq qaydada ötürmə dəhlizində baş verilməlidir. Keçsin növbəti 17-ci sualımıza nəzər yetirək. Ümumi məktəblərində sürət güc qabiliyyətinin hansı ətraf əzələlərində inkişaf etdirildiyini müəyyən edin. Ümumi məktəblərində sürət güc qabiliyyəti hansı ətraf əzələlərdə inkişaf etdirdiyini müəyyən edəcəyik. Sürət güc qabiliyyəti bizdə iki istiqamətdə inkişaf etdirilir ki, aşağı və yuxarı ətraflara sürət güc qabiliyyətinin inkişaf etdirilməsidir ki, burada da cavabımız 2 və 4-dür, aşağı və yuxarı ətraf əzələlərində sürət güc qabiliyyətinin inkişaf etdirilməsidir. Keçsin növbəti sualımıza nəzər yetirək. Enerji verən əsas qida elementi hansıdır? Enerji verən əsas qida elementi karbohidratlar ki, yağlar və karbohidratlar əsas enerji verən qida elementi hesab olunacaq. Keçsin 18-ci sualımıza nəzər yetirək, hörmətli müəllimlər. 19-cu sualımızı üzr istəyirəm. Üçüncü basketbol oyununda komandalardan biri 21 xal toplayır, lakin vaxtın bitməsinə 2 dəqiqə qalmışdır. Qərar aşağıdakılardan hansı olacaq? Üçüncü basketbol oyununda, deməli, üçüncü basketbol oyunu 1 hissə 10 dəqiqədən ibarətdir ki, burada belə də bir qayda var ki, oyun vaxtından əvvəl başa çata bilər ki, necə başa çatır? Hər hansısa bir komanda 21 xalı toplasın. 21 xal toplasa, oyunun bitməyinə istər 2 dəqiqə, istər 1 dəqiqə, istər 30 saniyə, istər 5 dəqiqə qalmış, oyun vaxtından əvvəl yekunlaşacaq. Oyun dərhal başa çatır və 21 xal toplayan komanda artıq qalibdir. Keçsin növbəti 20-ci sualımıza nəzər yetirək, hörmətli müəllimlər. Uzun müddət yorulmadan fəaliyyət göstərə bilmək hansı qabiliyyətin əsas göstəricisidir? Uzun müddət yorulmadan fəaliyyət göstərə bilmək hansı hərəkət qabiliyyətin əsas göstəricisidir? Təbii ki, dözümlülük qabiliyyətimizdir ki, dözümlülük qabiliyyətinin belə bir tərifi də var ki, daha çox yorulmaya qarşı dayanmaq qabiliyyətidir.
uzun müddətli hərəkətlərin icrası zamanı deməli dözümlülük qabiliyyətinin inkişafında deməli yorulmadan fəaliyyət göstərmək dözümlülük qabiliyyəti olacaq. Keçin növbəti 21-ci sualımıza baxaq, hörmətli müəllimlər. Fiziki tərbiyə dərsi üçün müəllim əsas hissəni yüksək fəallıq tələb edən tapşırıqlarla planlaşdırılmışdır. Dərs zamanı şagirdlərin əvvəlki dərsdən yorğun olduğunu aşkar edilir. Dərsin düzgün təşkil edilməsi təşkili üçün müəllim nə etməlidir? Yəni, fiziki tərbiyə dərsidir. Müəllim dərsin əsas hissəsini yüksək fəallıq tələb edən tapşırıqlarla planlaşdırılıb. Dərs zamanı şagirdlər bir növ əvvəlki dərsdən yorğun gəlirlər. Dərsin düzgün təşkili üçün müəllim nə etməlidir? Fiziki yükün həcmini artırmalı, lakin intensivliyini azaltmalıdır. Xeyr, müəllim fiziki yükün həcmini artırmamalıdır bu vəziyyətdə. Fiziki yükün verilməsində heç bir dəyişiklik etməməlidir. Yəni, dəyişiklik olmalıdır ki, burada şagirdlər digər dərsdən yorğun gəlirlər. Burada mütləq dəyişiklik etmək lazımdır. Yalnız yorğunluğu olmayan şagirdlərlə dərs davam etdirilməlidir. Bu qayda ümumiyyətcə yol verilməzdir. Şagirdlərin yorğun olmasını nəzərə alaraq dərsi tez bitirməlidir. Xeyr, müəllim dərsi də tez bitirməli deyil. Müəllimin burada fiziki yükün intensivliyini azaldaraq uyğunlaşdırmalı. Bəli, müəllim burada şagirdlərə verəcəyi fiziki yükün intensivliyini azaldıb, dərsi bir növ şagirdlərin fiziki durumuna uyğunlaşdırılmalıdır. Yəni, yorğunluğuna uyğun dərsi uyğunlaşdırılmalıdır. Keçin növbəti sualımıza, 22-ci sualımıza nəzər yetirək. Handbolda hücum edən komanda uzun müddət rəqib qapısına hücum etmədən topu özündə saxlayır. Hakim nə etməlidir burada? Qayda pozuntusu yoxdur, oyun davam etdirilməlidir. Xeyr, handbolda passiv oyun deyilən bir qaydamız var ki bizim. Oyun davam etdirilmir, oyun saxlanmalıdır mütləq. Oyun saxlanmalı və top dərhal rəqib komandaya verilməlidir. Yəni, oyun saxlanmalı, top rəqib komandaya nə vaxt verilməlidir? İndi onun izahını da verəcəm sizə. Hücum edən komandanın xeyrinə sərbəst zərbə verilməlidir. Xeyr, sərbəst zərbə verilmir burada. Passiv oyun xəbərdarlığı verilməlidir. Cavabımız bu olacaq. Mübahisəli toplu oyun davam etdirilməlidir. Burada iki variant arasında qalırıq ki, passiv oyun xəbərdarlığı verilməlidir. Oyun saxlanılmalı, top dərhal rəqib komandaya verilməlidir. İkinci vəziyyətimiz hansı halda ola bilərdi ki, bu ikinci variantda olan vəziyyətimiz? Hakim komandaya passiv oyuna görə bir dəfə xəbərdarlıq edir. Handbolda passiv oyuna bir dəfə xəbərdarlıq edir. Təkrar hakim görür ki, komanda yenidən qapıya zərbə vurmadan eyni vəziyyəti, yəni bir-birini ötürmə edərək eyni vəziyyəti təkrarlayırsa, artıq oyunu saxlayıb top rəqib komandaya verilir. Rəqib komandada sərbəst zərbə ilə topu oyuna daxil edir. Yəni, ilk olaraq hakim handbolda deməli, uzun müddət rəqib qapısına hücum etmədən topu özündə saxlayan komanda ilk olaraq passiv oyun xəbərdarlığı verilməlidir. Keçsin növbəti 23-cü sualımıza nəzər yetirək. Qüvvə qabiliyyətinə aid hərəkətlərin icrası nəticəsində əzələlərdə hansı struktur dəyişikliyi baş verir? Qüvvə qabiliyyətinə aid olan hərəkətlərin icrası zamanı əzələlərdə hansı dəyişiklik baş verəcək? Uzunluğunun dəyişməsi cavab ola bilməz. Bizdə uzunluğunun dəyişməsi, sonraki cavablara baxaq. Dərdin qalınlaşması da cavab ola bilməz. Liflərinin çoxalması da cavab ola bilməz. Həcmin artması və həcminin azalması. Burada təbii ki, qüvvə qabiliyyətinə aid olan hərəkətləri icra edəndə deməli, əzələdə həcm artımı baş verir. Cavabımız olacaq burada həcmin artması. Keçsin növbəti 24-cü sualımıza nəzər yetirək, hörmətli müəllimlər. Müəllim şagirdlərin sırada saymalarını və sıra nömrələrinin müəyyən olunmasını istəyir. Bu situasiyada müəllim hansı komandanı verməlidir? Müəllim şagirdlərin sırada saymalarını və sıra nömrələrinin müəyyən olunmasını istəyir. Müəllim bu situasiyada müəllim hansı komandanı verməlidir? Təbii ki,
Sıra ilə say komandasını verməli ki, müəllim şagirdlərin bir növ sıra sayını müəyyən edir, sıra nömrələrinin saxlanılmasını istəyir. Burada sıra ilə say komandası verilməlidir. Bu 1-2 saydır, 1-3 saydı falan, 2-2 say. Bunlar 1-2 say falan, bunlar şagirdlərin komandalara bölməz istifadə olunan komandalardır. Başdan say ümumiyyətlə belə bir komandamız yoxdur. Sıra ilə saydır, 1-2 say, 1-3 say. Yəni müəllim komandalara bölməz şagirdlər 1-2 sayda bilər, 1-3 say, 1-4 say, baxır neçə komandaya böləcəksə. Ancaq sayını müəyyən etmək üçün sırada saymalarını və sıra nömrələrinin müəyyən olması istəyirsə, müəllim sıra ilə say komandası verəcək. Keçdik 25-ci sualımıza nəzər yetirir, hörmətli müəllimlər. Ərgənlik qabiliyyəti inkişaf etdirilməsi zamanı aşağıdakılardan hansına riayət olunması daha vacibdir? Ərgənlik qabiliyyətinin inkişaf etdirilməsi zamanı aşağıdakılardan hansına riayət olunması daha vacib olacaq? Hərəkətlərin yalnız uzun müddət saxlanılması, yerinə yetirilməsi. Xeyr, uzun müddət saxlanılması, yerinə yetirilməsi bu ərgənlik qabiliyyətinin inkişaf etdirilməsi üçün vacib olan hərəkət deyil. Hərəkətlərin maksimal qüvvə ilə tədricən artan və fasiləsiz icra olunması. Maksimal qüvvə tədricən artan fasilə icra olunması. Bu da olmayacaq bizim cavabımız. Hərəkətlərin yalnız əyilmə dözümlüyü üzərində qurularaq yerinə yetirilməsi. Hərəkətlər yalnız əyilmə dözümlüyü qurularaq yerinə yetirilməsi cavabımız ola bilməyəcək. Hərəkətlərin fasiləsiz və uzun müddət maksimal müqavimətdə icra olunması. Hərəkətlərin fasiləsiz və uzun müddət maksimal müqavimətdə icra olunması bu da ərgənlik qabiliyyəti inkişaf etdirilməsi zamanı riayət olunan vacib məsələlərdən deyil. Hərəkətlərin müntəzəm və tədricən artan amplituda ilə yerinə yetirilməsi. Yəni müntəzəm və tədricən artan amplituda ilə yerinə yetirilməsi olacaq ərgənlik qabiliyyətinin inkişaf olunması üçün riayət olunması vacib olan məsələ. Gəlin növbəti 26-cı sualımıza nəzər yetirir, hörmətli müəllimlər. Sürət qabiliyyətinin inkişaf etdirilməsi zamanı istirahət fasilələrinin düzgün seçilməsi nə üçün vacibdir? Sürət qabiliyyətinin inkişaf etdirilməsi zamanı müəyyən istirahət fasilələri var ki, onların seçilməsi nə üçün vacib olacaq? Bir variantları nəzər yetirək. Hərəkətlərin müqavimət həcminin eyni səviyyədə saxlanılması üçün cavabımız olmayacaq bizim. Əzələlərdə maksimal sürət gücü artırmaq üçün maksimal sürət gücü biz artırmırıq. Biz sürət qabiliyyətindən söhbət gedir burada. Uzaq məsafəyə qaçışların müddətinin artırılması üçün uzaq məsafəyə qaçışlar bizdə dözümlülük qabiliyyətini daha çox inkişaf etdirəcək. Hərəkət istiqamətinin dəyişdirilməsi üçün istiqaməti dəyişməklə falan qaçışlar bu daha çox bizdə çeviklik qabiliyyətinə uyğun olacaq ki, deməli burada cavabımız B variantı olacaq ki, təkrar icra zamanı maksimal sürətin qorunması üçün. Hərəkətin istirahət fasiləsi var. İstirahətdən sonra hərəkəti yerinə yetirən zaman müəyyən istirahət fasiləsi var ki, həmin o istirahət nə üçün vacib, düzgün seçilməsi nə üçün vacibdir ki, təkrar icrası zamanı, hərəkətin təkrar icrası zamanı maksimal sürətin qorunması üçün vacib olacaq. Gəlir 27-ci sualımıza nəzər yetirək. Bucaqlı yan xəttdən topu oyuna daxil edən oyunçu 4 saniyə ərzində topu oyuna daxil etmir. Qərar nə olacaq? Yəni, bucaqda topu oyuna daxil etmək üçün 4 saniyə qaydası var ki, oyunçu 4 saniyə ərzində topu oyuna daxil etmirsə, qərar nə olacaq? Oyun davam etdirilir, xeyr, oyun davam etdirilmir. Yan xəttdən topun oyuna daxil edilməsi təkrar edilir, xeyr, təkrarlanmır. Mübahisəli toplu oyun davam etdirilir. Bu da cavabımız deyil. Sərbəst zərbə təyin edilir. Bu da cavabımız deyil ki, top rəqib komandaya verilir. Cavab bu olacaq. Keçdik 28-ci sualımıza nəzər yetirir, hörmətli müəllimlər. Azərbaycan idmançıları hansı olimpiya oyunlarında daha çox gümüş medal qazanır? Hansı olimpiya oyunlarında Azərbaycan idmançıları daha çox gümüş medal qazanır ki, Rio 2016-cı olimpiya oyunlarıdır ki, Azərbaycan burada 1 qızıl, 10 gümüş və 7 bürünc medal qazanır ki, ümumilikdə 18 medal qazanır. Cavab burada C variantımız olacaq. Keçsin növbəti 29-cu sualımıza nəzər yetirək ki, basketbol oyunu zamanı şagirdlər müdafiədən hücuma keçərək ləngiyirlər.
hansı hərəki qabiliyyətin inkişafında bu bacarıq formalaşdırılmalıdır? Şahidlər basketbol oyunu zamanı hücumdan müdafiədən hücuma keçərkən ləngiyirlər. Hansı hərəki qabiliyyətin inkişafı zamanı bu bacarıq formalaşdırılmalıdır? İnkişafına bu bacarıq formalaşdırılmalıdır. Ümumiyyətlə idman oyunları bizdə iki hərəki qabiliyyətimizi inkişaf etdirir ki, idman oyunları dözümlülük və çeviklik hərəki qabiliyyətimizi inkişaf etdirir ki, idman oyunlarının içində olan texniki tətbiqi fəaliyyətlər çeviklik qabiliyyətini inkişaf etdirəcək. İdman oyunlarının özü ümumilikdə isə dözümlülük qabiliyyətini inkişaf etdirəcək ki, misal üçün basketbol oyununun oynanılması uzun müddətli bir prosesdir ki, futbol oyunudur, basketbol oyunu, idman oyunları ümumiyyətcə burada dözümlülük qabiliyyəti olacaq, dözümlülük qabiliyyəti təbii ki olacaq ki, idmançı, şagirdlər uzun müddət hərəkətləri icra edirlər. Ancaq burada sualın mahiyyətinə bir də nəzər yetirək. Oyun zamanı şagirdlər müdafiədən hücuma keçərək ləngiyirlər. Bunlar texniki tətbiqi fəaliyyətləri, bunların zəifdir ki, çeviklik qabiliyyətinin inkişafı bu bacarığı formalaşdıracaq. Gəldik növbəti 30-cu sualımıza nəzər yetirək. Aşağıda verilmiş jimnastika növlərindən hansı olimpiya oyunları proqramına daxildir? Aşağıda verilmiş jimnastika növlərindən hansı olimpiya oyunları proqramına daxildir? Bildiyimiz kimi jimnastikanın 4 növü. Bədii jimnastika, kişi idman jimnastikası, qadın idman jimnastikası, bir də batut jimnastikası üzərində fərdi çıxışlardır ki, olimpiya oyunlarının proqramına daxildir. Burada da həmən o 4 növdən biri öz əksini tapıb ki, bədii jimnastika olimpiya oyunlarının proqramına daxildir. Gəldik növbəti 31-ci sualımıza nəzər yetirək. Sürət güc qabiliyyətinin yüksək səviyyədə inkişafı nəticəsində şagird aşağıda verilmiş hansı hərəkəti daha yüksək səviyyədə icra edir? Sürət güc qabiliyyətinin, şagirddə sürət güc qabiliyyəti yüksəkdir. Deməli, şagird hansı hərəkəti yüksək səviyyədə icra edəcək? Dartma hərəkət, dartınma hərəkətləri. Bu təbii ki, qüvvə qabiliyyətinə aid olacaq. Ümkəv hərəkətləri. Bu ümumiyyətcə hərəkət qabiliyyətlərimizə bunu aid etməyək. Ümkəv hərəkətləri ümumən bədənin qızışdırılmasıdır ki, tənəffüs hərəkətləri sonda icra olunan hərəkətlərdir. Əyilmə hərəkətləri daha çox elə bədən əyilmə qabiliyyətinə aid olacaq bu. Təbii ki, sürət güc qabiliyyətinin inkişafı üçün sürət güc qabiliyyəti yüksək səviyyədə olan şagird deməli tullanma hərəkətlərini yüksək səviyyədə icra edəcək. Keçsin növbəti 32-ci sualımıza nəzər yetirək. Qüvvə qabiliyyətinə aid hərəkətlərin icrası daha çox hansı sistemə təsir edir? Qüvvə qabiliyyətinə aid hərəkətlərin icrası daha çox hansı sistemə təsir edəcək? Təbii ki, əzələ sisteminə təsir edəcək. Cavab burada əzələ sistemi. Gəldik 33-cü sualımıza nəzər yetirək. Vitaminləri onların orqanizmdəki funksiyaları ilə uyğunlaşdırın. Vitaminlərimiz verilib B1, C və A vitamini. Bunları biz uyğunlaşdırmalıyıq. B1 vitamini təbii ki, enerji yaratmaqdır. C vitamini immunitetin yüksəldilməsi, immunitet yaratmaqdır. A vitamində sağlam göz və dəridir. Burada cavabımız olacaq. Bir də C olan variantımız B ilə C variantıdır. 2-də A olan, 2-də A olan burada C variantımız qalır. 3-də də B olan, bu da C variantımızdır ki, cavab burada C variantıdır. Deməli, B1 vitamini enerji yaradır. C vitamini immunitetin artırılmasıdır, immunitet yaratmaqdır. A vitamini isə sağlam göz və dəridir. Keçsin növbəti sualımıza nəzər yetirək. Ümumi dözümlü inkişafı üçün tədris proqramına hansı fəaliyyətin daxil edilməsi daha məqsədə uyğundur? Ümumi dözümlü inkişafı üçün tədris proqramına hansı fəaliyyətin daxil edilməsi daha məqsədə uyğundur? Ümumi dözümlü ümumiyyətcə özü hər hansısa bir aşağı intensivlikli işi uzun müddət insanın bütün əzələ aparatının iştirakı ilə yerinə yetirilməsi. 20-30 metr məsafəyə qaçışlar təbii ki, uzun müddət icra olunur. Nişanlanmış yolda təkrar qaçışlar uzun müddət icra olunan hərəkət deyil. Sonra tunikdə dartma və sallanma hərəkətləri bu cavab olmayacaq. Qısa müddətli maksimal qüvvə hərəkətləri bu cavabımız olmayacaq. Təbii ki, uzaq məsafəyə orta intensivlikdə, yəni aşağı intensivlikdə, orta intensivlikdə qaçışlar ümumi dözümlü inkişafında istifadə olunan hərəkətlər olacaq. Keçsin növbəti
sualımıza nəzər yetirək, hörmətli müəllimlər. Şagirdlər fiziki tərbiyə dərsində isinmə etmədən qısa məsafəyə qaçışa başlayırlar. Bu vəziyyətdə əsas zədələnmə riski nədir? Şagirdlər isinmə etmədən, yəni inkişaf və hazırlayıcı hərəkətləri etmədən qısa məsafəyə qaçışa başlayırlar. Bu vəziyyətdə əsas zədələnmə riski nə olacaq? Müvazinətin pozulması cavab olmaz təbii ki. Ayaqların göyərməsi bu da cavab olmaz. Görmə yorğunluğu bu da cavab olmayacaq. Qanaxmanın olması bu da cavab olmayacaq ki, təbii ki, isinmə hərəkətləri etmədən hərəkətə başlayan şagirdlərdə daha çox əzələ dartılmaları burada baş verəcək. Keçici 36-cı sualımıza nəzər yetirir, hörmətli müəllimlər. Badminton oyununda təklərin oyunu ilə cütlərin oyunu arasında əsas fərqlərdən biri hansıdır? Badminton oyununda təklərin və cütlüklərin oyunu arasında əsas fərqi müəyyənləşdirəcək. Təklərin oyununda xal sistemi fərqli qaydada hesablanır. Xeyr, xal sistemi həm təklərdə, həm cütlüklərdə eyni hesablanır. Cütlərin oyununda servis diaqonal üzrə vurulmalıdır. Xeyr, bu qayda təklərin, cütlüklərin oyunu fərqləndirmir. Cütlərin oyununda torun hündürlüyü daha hündür olur. Xeyr, torun hündürlüyü bir qaydadadır ki, 1 metr 52 sm, 53 sm olur. Badmintonda torun hündürlüyü. Təklərin oyununda meydançanın uzunluğu qısa olur. Xeyr, meydançanın uzunluğu qısa olmur. Sadəcə cütlərin oyununda meydançanın eni daha geniş olur. Uzunluğuna görə dəyişmir. Bildiyimiz kimi badmintonda meydançanın ümumi uzunluğu 13 metr 40 sm-dir. Eni təkillər üçün 5 metr 18 sm, cütlüklər üçün isə 6 metr 10 sm olacaq ki, bu da cütlüklərin oyununda meydan eninə görə daha geniş olacaq. Gəldik növbəti 37-ci sualımıza nəzər yetirək. Sürət qabiliyyətinin inkişaf etdirilməsi zamanı hərəkətlərin icrasında aşağıdakılardan hansı daha vacib hesab edirsiniz? Deməli, sürət qabiliyyətinin inkişaf etdirilməsi zamanı hərəkətlərin icrasında aşağıdakılardan hansını daha vacib hesab edirsiniz? Baxa bir variantlara. Hərəkətlər düz xəttli deyil, dəyişən istiqamətdə yerinə yetirilməsi. Hərəkətlərin statik vəziyyətdə və gərginlik şəraitində yerinə yetirilməsi. Hərəkətlərin minimal sürətlə və aşağı tempdə icra olunmasını. Hərəkətlərin yalnız sürət güc qabiliyyətinə əsaslanaraq icrasını. Cavabımıza nəzər yetirək. Hərəkətlərin maksimal sürətlə və düzgün texnika ilə yerinə yetirilməsi. Bəli, sürət qabiliyyətinin inkişaf etdirilməsi zamanı hərəkətlərin icrasında deməli, hərəkətlərin maksimal sürətlə və düzgün texnika ilə yerinə yetirilməsini daha vacib hesab edəcəyik. Sürət qabiliyyəti qısa məsafəyə maksimal sürətlə qaçışlar inkişaf etdirəcək. Təbii ki, cavabımız olacaq C variantı. Keçsin növbəti 38-ci sualımıza baxaq. Sınıq və çıxıq hallarında göstərməli olan ilk tibbi yardım hansıdır? Sınıq və çıxıq hallarında göstərməli olan ilk yardım hansı olacaq? Biz bilirik ki, məktəblərdə daha çox çıxıq burxulmalar falan baş verir ki, bu halda ilk növbədə həmin nahiyəni hərəkətsizləşdirmək lazımdır. Yəni, nə düzəltməyə çalışmaq lazımdır, nə maz vurmaq, həmin nahiyyə isitmək falan. Soyuq kompres falan qoya bilərik, isitmək, yəni düzgün yanaşma deyil. Həmin nahiyəni masa yetmək də düzgün yanaşma deyil. Həmin nahiyəni ilk öncə hərəkətsizləşdirmək lazımdır. Kompresdən də öncə, soyuq kompresdən də öncə, buzdan da öncə hərəkətsizləşdirmək lazımdır. Sonraki ilkin tibbi yardım olaraq çıxıq falan varsa, buz, soyuq bir nəsə qoymaq olar. Gəldi 39-cu sualımıza nəzər yetirək. Voleybolda arxa xətt oyuncusu tullanışı arxa zonadan edir. Arxa xətt oyuncusu, voleybolda bilirik ki, hücum və müdafiə zonasının oyuncuları var ki, arxa xətt oyuncusu tullanışı arxa zonadan edir. Lakin havada ön zonaya keçərək topa zərbə vurur. Vurub hücumu tamamlayır. Yəni, tullanışı arxa zonada edir, havada topa zərbə vurur
və vurub hücumu tamamlayır. Təbii ki, burada da ön zonaya düşəcək. Ön zonaya düşəcək. Qərar hansı olmalıdır? Hücum zərbəsi düzgün vurulub, oyun davam edir. Əgər oyunçu arxa zonadan yox, həmin arxa zonanın oyunçusu ön zonaya keçib zərbə vursaydı, ön zonaya keçib. Yəni bir növ ayaqları döşəmədə olarkən ön zonadan zərbə vursaydı, təbii ki, burada xal rəqib komandaya veriləcək, servis hüququ da rəqib komandaya veriləcəkdir. Havada olarkən zərbə vurub, zərbəni tamamlayıb ön zonaya düşürsə, burada hücum zərbəsi düzgün vurulub, oyun davam etdirilməlidir. Gəldik 40-cı sualımıza nəzər yetirək. Çevikçilik qabiliyyətinin zəifliyi ən çox hansı vəziyyətdə özünü göstərir? Maksimal qüvvə tərtibinin azalmasında, cavabımız olmayacaq. Bədənin yer dəyişməsinin azalmasında, uzun müddətli fəaliyyətin azalmasında, statik müvazinət zamanı tarazlığın pozulmasında. Statik müvazinət də çevikçilik qabiliyyətimizi inkişaf etdirir. Düzdür? Ancaq burada daha ideal cavab gözlənilməz situasiyalarda hərəkətin gecikməsində. Təbii ki, bu çevikçilik qabiliyyətinin zəifləməsi daha çox bu vəziyyətdə özünü göstərəcək. Gəldik növbəti 41-ci sualımıza nəzər yetirək hörmətli müəllimlər. Fiziki tərbiyə fənnində formativ qiymətləndirmə zamanı nəzərə alınan əsas göstəriciləri müəyyənləşdirin. Bu sual biraz çətin tipli sualdır. Bunları gəlin bir-bir aydınlaşdıraq. Dərs davamiyyəti. Dərs davamiyyətin ümumiyyətcə variantların içindən, bu tip sualları işləyəndə birinci variantların içindən hansı ki əminik ki cavab ola bilməz, onları bir-bir çıxırıq. Dərs davamiyyəti. Deməli, avtomatik C ilə D variantı çıxılıb. Qabiliyyətlərin nümayiş etdirilməsi 5-ci variantda çıxılacaq buradan ki, nəyə görə çıxılacaq? Qabiliyyətlərin nümayiş etdirilməsi bizdə formativ qiymətləndirmə yox, diaqnostik və kiçik summativ qiymətləndirmədə rast gəlinir. Diaqnostik qiymətləndirmədə hərəkət qabiliyyətləri nümayiş etdirilir. Kiçik summativ qiymətləndirmədə hərəkət qabiliyyətləri nümayiş etdirilir ki, 5-i də çıxdı burada. Qalarıq biz burada deməli 4-dən 5-i çıxdı. Qaldırıq informasiya məlumatı, davranış xüsusiyyətləri, icra bacarığı. Formativ qiymətləndirmədə şagirdlərə daha çox davranış xüsusiyyətləri və icra bacarığı nəzərə alınmalıdır. Əsas göstəricilər bunlar nəzərə alınmalıdır. Formativ qiymətləndirmə zamanı cavabımız olacaq 2-3 Y variantı. Keçin növbəti 42-ci sualımıza nəzər yetirək. Qüvvə qabiliyyətinə aid hərəkətlərin icrasının əsas xüsusiyyəti nədir? Qüvvə qabiliyyətinə aid hərəkətlərin icrasının əsas xüsusiyyəti nə olacaq? Bir-bir variantlara nəzər yetirək. Hərəkətlərin daimi yerində icra olunması. Daimi yerində icra olunması bu qüvvə qabiliyyətinə aid hərəkətlərin icrasının əsas xüsusiyyət deyil. Yuxarı ətraf əzələlərində inkişaf etdirilməsi, yəni biz yalnız yuxarı ətraf əzələlərində qüvvə qabiliyyətini inkişaf etdirmirik. Uzun müddət aşağı intensivlikdə icra olunması, bu təbii ki, dözümlülük qabiliyyətinə aid olacaq. Komponentləri üzrə inkişaf etdirilməsi. Hayır, qüvvə qabiliyyətinin komponentləri üzrə inkişaf yox, qüvvə qabiliyyəti 4 istiqamətdə inkişaf etdirilir. Aşağı, yuxarı və aşağı, yuxarı, ön və arxa ətraf əzələ qüvvəsinin inkişaf etdirilməsidir ki, burada cavab əzələrin hər hansı müqavimətə qarşı iş görməsi. Qüvvə qabiliyyətimizin tərifidir ki, bu deməli xarici müqaviməti dəf etmək, ona qarşı dayanmaq qabiliyyətidir. Əzələlərin hər hansı müqavimətə qarşı iş görməsi təbii ki, qüvvə qabiliyyətinə aid olan əsas xüsusiyyət olacaq. Keçək 43-cü sualımıza nəzər yetirək hörmətli müəllimlər. Basketbolda sonuncu zərbə atışı uğursuz olur və top halqadan qayıdırsa oyun necə davam etdirilir? Deməli, basketbolda müəyyən zərbə atışlar var. Bir zərbə atışı, 2 və 3 zərbə atışları var ki, deməli zərbə atışı, sonuncu zərbə atışından təbii ki, söhbət gedir ki, burada sonuncu zərbə atışı uğursuz olacaq. Top halqadan dəyib geri qayıdırsa, təbii ki, top oyunda olmalıdır. Top canlı olduğuna görə oyun davam etdirilir. Top səviyyətdən keçsəydi, top rəqib komandaya veriləcəkdir. Burada cavabımız A variantıdır. Keçək 44-cü sualımıza. Fiziki tərbiyə dərsində müəllim dərsdə sağlam qidalanmanın əhəmiyyətini izah edir.
və xüsusilə sümüklərin möhkəmliyinin fiziki fəaliyyət üçün vacib olduğunu vurğulayır. Bu zaman o sümüklərin formalaşması və möhkəmlənməsində mühüm rol oynayan vitamin haqqında danışır. Müəllim şagirdləri hansı vitamin haqqında məlumat verir? Təbii ki, D vitamini ki, müəllim sümüklərin formalaşması, möhkəmlənməsində mühüm rol oynayan vitamin təbii ki, bu D vitamini olacaq. Gəlir 45-ci sualımıza nəzər yetir, hörmətli müəllimlər. Verilmiş hərəkətlərdən hansı sürət güc qabiliyyətinin inkişafına daha çox təsir göstərəcək? Hansı hərəkətlər sürət güc qabiliyyətinin inkişafına daha çox təsir göstərəcək? Asta tempdə qüvvə hərəkətlərinin fasiləsiz rejimdə icrası, bu cavabımız olmayacaq bizim. Çətin texniki hərəkətlərin uzun müddət saxlanılaraq icrası, bu da cavabımız olmayacaq. Uzun məsafəyə çoxsaylı sıraç hərəkətləri, bu da cavabımız olmayacaq. Yerindən uzunluğa və tullanma hərəkətləridir ki, deməli bu sürət güc qabiliyyətinin inkişafına daha çox təsir göstərən hərəkət olacaq. Oturaq vəziyyətdə tenis topunun tenis topu ilə hədəfin vurulması isə bu da çeviklik qabiliyyətinə uyğun hərəkət olacaq. Gəldik 46-cı sualımıza. Atletikada startı və finişi eyni qaçış yolunda edilən qaçışları müəyyən edin. Startı və finişi eyni qaçış eyni qaçış yolunda qaçışları müəyyən edəcəyik. Təbii ki, burada ilk olaraq uzaq məsafəyə qaçışları çıxırıq ki, deməli 1500 metr məsafəyə qaçış 6 olan variantı çıxırıq. Deməli B ilə C-ni çıxdıq. Sonra 800 metr məsafəyə qaçış 2-ni də çıxırıq variantların içindən. B ilə C-ni çıxdıq. Yenə A, D, Y variantımız qalır. 4-ün 4-cə estafet qaçışına nəzər yetirir. 4-ün 4-cə estafet qaçışında, hörmətli müəllimlər, deməli idmançılar burada hərə öz qaçış zolağı ilə qaçmır. Birinci dairənin idmançılar hərə öz qaçış zolağı ilə qaçır. İkinci dairədə isə ümumi qaçış zolağına keçirlər. 3-ü də çıxırıq buradan cavabların içində. 3-ü də çıxırıq. Avtomatik cavab qalır orada 1, 4, 5, 2, 200 metr qaçış, 100 metr qaçış və 4-ün 100-ə estafet qaçışı. 4-ün 100 metr estafet qaçışında isə idmançılar hərə öz qaçış zolağı ilə qaçırlar. Gəlin növbəti sualımıza, 47-ci sualımıza nəzər yetirək. Ərgənlik qabiliyyətinə aid hərəkətlərin icrası zamanı əzəllər daha çox hansı prosesə məruz qalır? Əzəllər daha çox hansı prosesə məruz qalacaq? Müqavimət prosesinə cavabımız olmayacaq bizim. Qaçma prosesinə, əyilmə prosesi cavab olardı. Sadəcə sualın şərtindən əzəllər deyir, hansı prosesə məruz qalır? Yığılma prosesinə və dartılma prosesinə. Cavab burada dartılma prosesidir ki, ərgənlik qabiliyyətinə aid hərəkətlərin icrası zamanı əzəllər daha çox, deməli, dartılma prosesinə məruz qalacaq. Gəldik 48-ci sualımıza nəzər yetirir, hörmətli müəllimlər. Dözümlülük qabiliyyətinin inkişafı nəticəsində orqanizmdə hansı dəyişiklik baş verəcək? Dözümlülük qabiliyyətinin inkişafı nəticəsində orqanizmdə hansı dəyişiklik baş verə bilər? Yalnız tənəffüs sisteminin və əzələ qüvvəsinin yüksəlməsi, dözümlülük qabiliyyətinin inkişafı üçün əzələ qüvvəsi yüksəlmir, cavab olmayacaq. Tənəffüs və həzm sistemlərinin imkanlarının artırılması, tənəffüs sistemi ola bilərdi, ancaq həzm sistemi burada cavab götürməyimizə imkan vermir. Reaksiya sürətinin və dözümlüyün maksimuma çatdırılması, reaksiya sürəti falan, bu da cavab olmayacaq. Sümük sisteminin inkişafı və sümüklərin uzunluğunun təbii dəyişməsi, bu da cavab olmayacaq. Təbii ki, burada cavab ürək damar və tənəffüs sistemlərinin funksional imkanlarının artırılması olacaq. Gəldik növbəti sualımıza, 49-cu sualımıza nəzər yetirir, hörmətli müəllimlər. Fiziki tərbiyə dərsi zamanı müəllim idman döşəklərinin hərəkət zamanı sürüşdüyünü görür. Fiziki tərbiyə dərsi zamanı müəllim idman döşəklərinin hərəkət zamanı sürüşdüyünü görür. Təhlükəsizlik baxımından müəllim ilk addımı nə olmalıdır? Təhlükəsizlik baxımından müəllimin ilk addımı nə ola bilər? Hərəkətin sürətini azaltmalıdır, cavabımız ola bilməz bizim. Şagirdlərin sayını azaltmalıdır, xeyr, bu da yanlış yanaşmadır. Bunun üçün tapşırıqların sayını azaltmalıdır, xeyr. Sürəti azaltdın, tapşırığın sayını azaltdın, bu da cavab ola bilməz.
Hərəkətin çətinlik səviyyəsini dəyişdirməlidir. Buna cavab ola bilməz ki. Təbii ki, burada döşəkələrin sabit yerləşməsini təmin etməlidir ki, müəllim. Döşəkələr sürüşürsə, müəllim ilk olaraq döşəkələrin bir növ sabit yerləşməsini təmin etməlidir. Gəldik 50-ci sualımıza nəzər yetirək, hörmətli müəllimlər. Şahmatda piyada rəqib fiqurunu necə vurur? Piyada rəqib fiqurunu necə vurur? Deməli, piyada bildiyimiz kimi oyunun başlanğıcında iki istiqamət hərəkət edə bilər və sonraki gedişləri bir istiqamət olacaq. Piyadanın gedişi önə doğrudur, rəqibinin fiqurunu isə diaqonal hərəkət edir. Diaqonal üzrə irəliyə və bir xana hərəkət edə bilər. Yəni, rəqibin fiqurunu diaqonal vurur və bir xana hərəkət edə bilər. 50-ci sualımızın cavabına baxdıq, hörmətli müəllimlər. 50 dənə ixtisas sualına tanış olduq. Ətraflı şəkildə izahını təqdim etdim sizə. Qalan 10 dənə metodika suallarındakı özünüz tanış olarsınız. Sınav imtahan suallarına tanış olduq, hörmətli müəllimlər. Əsas imtahanda hər birinizə uğurlar arzulayıram. Növbəti videolarda görüşərik. Sağ olun.